Hər birinizi salamlayıram, hər birinizi salamlayıram. Həmişə dediyim kimi axtarışda yox, balıq axtarışındadır. İnşallah başlamışıq, baba, usta. Talih Aslanzadə. Yerin demərəm, özüm ölüm. Dedi ha, dedisə yerin demərəm, qutardı, deməli soruşmayın yerin. Sonra bax, Rəşad qardaşımız. Kampaniya təzə qoşulub, uçenik. Lotkası da çox mübarək. Spilniki çox mübarək. Katuşka, spilnik, donça, hamısı təzədir, hamısı. Maşallah, balıqlı olsun, balıqlı olsun. Amin. Ha. Hamımızda inşallah. Mən də yavaş-yavaş aynınlarımı yığım. İntihası, dəyərli dostlar, sizə bir söz deyim. Demək, orada tez-tez suallar olur ki, hansı çubuqdur, zəhmət olsa çubuğu da görsəl, nə bilim katoku da görsəl, sonra qaşıqdır, sonra jilka, ip, sat, belə şeyləri görsəl. Deyir, balıq tutmağın deyir, əla. Bir dənə onları görsət ki, görən nə ilə tutursan, necə tutursan. İnşallah indi suya girəndə bir-bir onların hamısını sizə çəkib təqdim edəcəm. Və əgər İmişli bölgəsində, İmişli ətrafında yaşayanlar varsa, hardan almışam onu da sizə təqdim edəcəm. Gedib yaxınlaşıb, yəni ala bilərsiniz. İndi girək suya, yəni vaxtımız məhduddur. Sudan çəkiliş edəcəm. Demək, belə dəyərli dostlar, Rəşad artıq bax, Rəşad gedir, bax, oraya ilə gedir. Talih də ki, orada da hazırlaşır suya girməyə. Mən sizə bir şey göstərəcəm. Elə bax, oradan yakırı salla, yavaş-yavaş at günə. Gəlib çatacaqsan, elə bax, çox gedmə. Ata ki, Ha, bura dəhşətliydi. ha, belə dəyərli dostlar. Bax, verilən suallardan inşallah bir-bir cavablandıracağım. O keçən çəkilişlərimdə suallar verilmişdi. Hətta biri yazmışdı ki, çox reklam ediyorsunuz. Qardaş, bu videolar bilməyənlər üçündür. Çünki müraciət olunur ki, xahiş edirik, hardan alırsınız, sonra nə alırsınız, zəhmət olmasa o barədə bizə məlumat verin. Yəni, bu video onlar üçündür. Yəni, bilənlərlə bizim işimiz yoxdur. Yəni, bilənlər bilir necə tutmaq lazımdır, nə etmək lazımdır. Ona görə də bilməyənlər üçün, bax, belənçini çəkib, inşallah yerləşdiririk. Həm gələcək nəsil üçün, həvəskar balıqçılar üçün. Demək, bax, bu günləri mən belə bir çubuq aldım. Spilnik çubuğudur. Deməli, bu çubuq təmiz karbondur. Delfin firmasıdır. Delfin firması. Bax, gördüyünüz kimi, bax, belə bir şey almışam. Delfin firması. Yəni, bu çubuq 50 qramdan 150 qrama kimi ata bilir. Uzunluğu 2.40'dır. İnşallah bu günləri siftəsini eləyəcək. 2 hissədən ibarətdir. Təmiz karbondur. Təmiz karbondur. Bax, belə super bir şeydir. Ana, seçib içərisindən. Burunlar, əsas burnudur. Vəhşi balıq ovunda burun səsi çox nazik spitska çöpü kimi də belə deyək. Belənçinə olmasın. Qalın olsa yaxşıdır. Belənçinə. 2.40'dır boyu. Boyu 2.40'dır. Deməli, bir dənə də şey götürmüşəm. Katok. Bax, belə bir katok almışam, dəyərli dostlar. Yəni, super katokdur. SV 5000'dir. 5000'dir. Komandor firmasıdır. Komandor firmasıdır. Yəni, siftəsidir. Komandor. Deməli, göstəricilər də hamısı buradadır. Çox adam deyir ki, göstəriciləri bizə təqdim edəgənən zəhmət olmasa. Göstəricilər buradadır. Bale Brink 10+1 BB, bax, burada var göstərici, görürsünüz. Yəni, bu super bir şeydir. Super bir şeydir. Yəni, əgər məsləhət olarsa, ala bilərsiniz. Yəni, siftəsini eləyək. Qoşaq üstə. Qoşaq üstünə. Şuka ovunda nə qədər çubuğun yüngül olsa, belə yaxşı. Çünki adamın çox atıb çəkirsən. Qolun yorur, adamın qolun yorur. Bu hazırdır. İndi isə keçək bunun ipinə. İp 3,5 istifadə edirəm. Yəni jilka 4-də ipdir. Pirtyonka. Pirtyonka 3,5'dir, 33,6 kilograma kimi çıxarda bilir. Pirtyonkanı bura
Dolayacaq. Demək, dəyərli dostlar, bax birincisi bura bağladım. Barabanın başlığına və başlayırıq yığmağa. Görək, bunu nə qədər gedəcək bura üstünə. Talihlə Rəşad girib, intihası külək var. Külək var. Elə bilirəm ki, külək yavaş-yavaş yatar. Bulud az buludludur. Günəş də var, bulud da var. İndi inşallah sizə qaşıqları da göstərəcəm, woblerlərimi, qaşıqlarımı. Yəni yaxşı woblerlər, qaşıqlar almışam. Onları da sizə təqdim edəcəm. Yəni hamısının özünün vaxtı var. Zamanında və yerində. Yerinə görə seçirik. İstər wobler olsun, istər qaşıq olsun, istər ciglər olsun. Onların hamısı zamanında və yerində istifadə edəcəyik. İstifadə etdikcə də çəkib sizə göstərəcəm. Qan eləyər. Bunu buradan kəsirik. Və burada bax belə bir petlə. Petlə düzəldirik. Bu petlə nədən ötərdi? Bizdə tros var, tros almışam. Yəni bunun ucuna tros gətirəcəm. Bir də bir şey deyim sizə, dəyərli dostlar. Bax, 2 dənə bax belənçinə kəlbətin, plasakops kəlbətin götürmək lazımdır. Şuka balığının ağzı, dişləri çox kəskindir. Görürsünüz, əl və yaxud ki, belənin hansısa bir yerinə dəysə, sıracı parçalayır. Ona görə də belənçə kəlbətinlərdən istifadə etmək lazımdır. Bax belə, demək hazırdır. Spinnikimiz hazırdır. Bunun nə qoşmaq lazımdır sizə göstərəcəm. Bax, dəyərli dostlar, belə bir şey var. Trosu qoşum, ondan sonra onu göstərəcəm. Tros da belənçinə. 12-13 santlıq trosdur. Yəni bunun 15-i də var, 20 santlığı da var. Yəni hansınız olsa qoşa bilərsiniz. Fikir verin ki, yaxşı olsun. Yəni moşn olsun da. Eləsi var ki, köhnədən qalma olur, passı olur, tez qırılır. Yəni fikir verin, təzə olsun, passı olmasın. Bax, bunu qoşacaq həmin o dediyim yerə. Bax, bu sancağı açırıq və keçirdirik petləni bura. Hazır. Sonra dəyərli dostlar, bax, mən woblerlərimi göstərdim sizə. Qaşıqlarımı və woblerləri. Bax, qaşıqlar bulardır. Belə qaşıqlardır. Siftə bundan başlayacağım. Bundan başlayacağım və bir-bir. Bunun tiyası çox xırdı idi. Bax, görürsünüz, burada, bax, burada, bu xırdadır. Bunlarda da belənçin idi. Burada da belənçin dəyişib yekəsini qoymuşam. Yəni ki, xırdadan tez çıxır. Xırda balığı biz tutmuruq da, tutub bıraxırıq sonra, yekəsi gəlir. Yekəsi ilişəndə də xırdadan tez çıxır. Ona görə də bu tiyələri yekə qoyuruq. Sonra bax, belənçə mışdır, qurbağadır, ördəkdir.
Yəni müxtəlif cürdür, pərpərəlidir. İndi suda gəzdikcə biləcək balıq hansı istiqamətdədir. Dərindədir, dayazdadır, cilin arasındadır. Yəni balığın gəzməyinə görə, hərəkət etməyinə görə də biz qaşıqlarımızı, wobblerlərimizi seçəcəyik inşallah. Hələ ki birinci bundan istifadə edəcəm. Ondan sonra indi vəziyyətə baxacağam. Görək balıq hansı istiqamətdə hərəkət edir. Demək ki, bax burada sancaq var. Bax fikir verirsiniz sancaq. Bunu keçirdiririk bura. Başlıqla. Aha, hazır. Bax bu qaydada. Bu qaydada atıb çəkəcək. Yəni harda cil varsa, qamış varsa, həmin yerlərə onun qabağına atıb çəkəcək. Çalışacaq ki, hələ ki qaşıqdır, qaşıqdır. Yəni bunun ilişkəni var. Cilin içinə atmayaq. Əgər cilin içərisinə atsaq ilişəcək, yəni maneçilik edəcək, balıq tuta bilməyəcək. Cilin içərisinə atmaq üçün isə, əgər balıq cilin içərisində olacaqsa, bax belə belə wobblerlərdən istifadə edəcək. Yəni bunun tiyəsi o vaxt çıxır ki, vəhşi balıq hücum eləyəndə bunun tiyəsi çıxır çölə, dişləyəndə. İnşallah Allah balıq yetirər. Dəyərli dostlar, bax sual olunur ki, zəhmət olmasa hardan alırsınız, onu da bizə deyin. İstər İmişliyə yaxın olsun, istər başqa rayonlardan olsun, həm topdan satış, həm pərakəndə satış Elmar Ovçuluq dünyasında inşallah müraciət edərsiniz 050 622 40 93. Elmar müəllimə zəng edərsiniz, bax bunlarla təşkil edə bilər inşallah. Bir də bir şey deyim sizə. Bax, bayaq dedim kəlbətin gətirməyə, yəni vəhşi balıq ovunda. Bax, budur, bunlardır. Bunlardan istifadə edəcəyik. Yəni biri ilə tuturuq, biri ilə açırıq ağzın və bu zevnikdir. Azərbaycan dilində adını bilmirəm. Əgər bilirsinizsə, zəhmət olmasa şərh bölümündə adını yazın. Azərbaycanca adı nədir? Bax, belə bu özümüz düzəltmişik. Yəni mağazində də var bunlardan. Bu nədir? Bax, görürsünüz, buraxan kimi açılır. Buraxan kimi açılır. Durna balığın tutanda bunu beləsinə yığırsan, salırsan balığın ağzına, bırakırsan ağzı açılır. Açılandan sonra bu saxlayır onu. Sərbəst işi görə bilirsən. Yəni sərbəst onun ağzında olan tiyəni çıxarda bilirsən. İnşallah əgər qismət olsa, balıq olsa, çəkib onu sizə təqdim edəcəm. Ya Allah, bismillah. Gedək balığımızı tutaq. Möhkəm külək başladı. Görək külək kəsəcək ya kəsməyəcək. Qamışlığın içindən çıxın. Bax, belən içinə ağdı. Talih gil oradadır. Talih gil oradadır. Onlar sağa gedir. Mən istəyirəm sola gedən. Bir-birimizə maneçilik eləməyək. Bir dənə də bir şey demədim. Yakırım var. Yakırım var. Həmin yakırı bir yerdə atacam, saxlayacam. Bir yerə atıb saxlayıb və sağa sola, ətraflara, hər istiqamətdə 4 dəfə, 5 dəfə atacam. Bax, gördüyünüz kimi arkada küləyi görsünüz. Küləkli. Talih orada dəbərir. Deyəsən birini tutub. İnşallah indi sığın qırağında hər hansı bir istiqamətdə getmişim. Qırağa çıxanda, balıq ovu yekunlaşanda çəkib göstərəcəm. Bunlar tutduğunda özüm tuturum. İnşallah hamımızın Allah balığını getirir. Oya, bu nədir? Bugün çıxarda biləcəksiniz. Gəl görək, nədir görək.
Hoppa. Allah. Allahçı. 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 Ha, bu başka mesele. Bu başka mesele. Bu başka mesele. Pe, 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 pe. Bu nedir? Bu nedir? Bu nedir? Babattı. Babattı. O görək. Ah. Bu. İşte bu. Bayaqdan gəzirəm, tapa bilmirəm yerin. İndi tapdım. Görün boydadır. Öküz ye. Oh, oh, oh. Bak kardeş. Fe, 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 fe. Ba. Görkür. Ba. Bu boyda. Yani. Allah bereket versin. Ya siftə. Deməli bu qaşıqla. Ona görə çobalama. Seni görüm çıxardım. Məhtar keçib ya. Anladın mı? Kəlbətini. Şoş. Umut, ay Umut. Umut, birini angırttım, siftədir. Umut kardeşime buradan ateşli salamlar. Ateşli salamlar. Allah ardın getirsin. İnşallah ardı gelir. Hoppa. Yes. Evet. Bu da ikinci. Bu da ikinci. Gel yerek. Bu da ikinci. Deməli, ikincini neyle tuttum? Görün neyle tutmuşam. Kas ver. Ne buyla. İkincini buyla tutmuşam. Kaslerle. Bak böyle. Görürsünüz. Allah ardın getirsin. Bugünkü avımızda belə. Hani balık hani. Bakın ne. Doğrudur. Aha. Buradadır. Talih müəllim. Ay maşallah. Ay maşallah. Akula da tutmuşsan. Ne yekə bir dənə ha? Yekəsinin biri var. Talih müəllimin balıqları. Maşallah. Bak belə kardeşler. Bugünkü balığımız bu. Bu da benim balığım. Şu kadar. Pe. Talih nətər deyirsən? Şeydir, xaladenlikdə ətimiz qutarıb.
Deyir nə edirəm, gedib bazarda 10 manat verginə, 12 manat verginə ət alginə. Taxadı nə? Gəl buradan əziyyət çəkginə 4 kilo, 5 kilo əti vırxala deyinə bir həftə ye. Allah. Ha, Allah vermiş şeydi. əziyyət çəkmək lazımdır qardaş. Bax o yoldaşlar vardı, gəldi boş qayıtdılar. Çox təəssüf hissi ilə deyirəm ki, boş qayıtdı da. Yəni var balıq qardaş. Nə bilim siz niyə tuta bilmədiniz? İnşallah növbətdə yetirər Allah Taala qismət eləyər.